Ki influencerlar hər şeyi reklam xatirinə edirlər və hər şey onlara pulsuz başa gəlir. Səndə bu necədir? Güldüyünə görə çox əziyyətin çəkirsən. Bəli, elə şeylər var ki, barter üzərində işləmək olar. Məsələn, nə ola bilər bilmirəm. İstirahət məsələn. İstirahət təbii ki, hə. İstirahət ola bilər. Məni göndərin Maldivə. Mən oranı reklam eləyərəm, tur şirkətini reklam eləyərəm. Yəni hər şey qarşılığındadır da. Amma elə şeylər var ki, yəni bu 5 manatdır, 10 manatdır. Mən bunu özüm də ala bilərəm təbii ki. Mənə heç sərf eləməyəcək. Çünki mənim əsas işim reklamdan ibarətdir. Bir də modellikdən ibarətdir. Ona görə mən belə insanlarla işləmirəm. Yəni məsələn restorana gedirsən, özünə xüsusi bir davranış gözləyirsənmi ki, yəni mən məşhur bir bloqeram, mənə heç olmasa bunu keçməlidirlər kimi bir şey. Yox, mən xoşlamıram elə bir şey. Mən də adi insanlar kimi restorana girirəm, ödəyirəm, amma elə restoranlar var ki, yəni hədiyyə də göndərirlər mənə. Mənə bu çox xoşdur, təbii ki. Yəni göndərə bilərsiniz.